Deməli, Xırdalan yolunun üzərinə yeni bir yol çəkilib. Bu yolu çəkən mühəndisi tapmaq lazımdır və ona 3 kəlmə qəşəng söz demək lazımdır. Məsələ nədir? Bu yolun mahiyyəti ondan ibarətdir ki, burada yaşayan sakinlərin Xırdalan yoluna, oradakı dairəyə getmədən, tıxac yaratmadan birbaşa avtovağzal ərazisinə çıxışlarını təmin eləməkdir. Mühəndis burada nə edib? Görürsünüzmü, orada xəttənməni qoyub, burada xəttənməni. Amma bu xəttənmə biraz daha qabarıq formadadır. Üzərinə çıxanda sürücü onu hiss edir. Orada isə xəttənmə biraz daha yaxın və yenə də qabarıq formadadır. Nişanlama olmasına baxmayaraq, sürücü 2-3 dəfə psixolojik olaraq sürətin artıq olduğunu düşünür və orada yenidən hər tərəfə baxır. Bu 2017-ci ildə davranış iqtisadiyyatından Nobel mükafatı almış Richard Taylor'ın kitabında da göstərilmişdi və bizim mühəndis də həmin o modern yanaşmanı bu yolda tətbiq edib, həqiqətən ona halal olsun, halal olsun, halal olsun.